Bismillahirrahmanirrahim. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Əqimis salate li zikri." Məni xatırlamaq üçün namaz qıl. Bu namazın əsl mahiyyətini, fəlsəfəsini başa salır. Belə məlum olur ki, namazın bütün hökmləri, o barədə olan təfərrüat bir yana, əsas məsələ namazda Allahı xatırlamaqdır. Bunun mənası belə olur ki, əgər adam Allahı xatırlamadan namaz qılırsa, namazı qılır, namazda fikri olmadığı halda, o namaz fikri baxımından, ehkam baxımından qəbuldur. Amma əsl mahiyyət etibarilə namaz deyil. Ona görə də Quran-ı Kərimdə Allah Teala buyurur ki, Maun surəsində "Fəvailul lil musallin ellezînehum an salatihim sahun." Vay olsun, veyl olsun namazda səhlənkarlıq edən namaz qılanlara. Namazda səhlənkarlıq edərək namaz qılanlara. Namazda səhlənkarlıq etmək, namazı gecikdirmək kimi başa düşülür. Dəst namazda, namazın sözlərində, namazın hərəkətlərində, zikirlərində, rüku səzdələrində, qiyam halında namaza hörmət etməmək kimi, namaza əhəmiyyət verməmək kimi başa düşülür. Nə eləyək ki, namaza əhəmiyyət verək? Birinci növbədə zahiri işlərə diqqət yetirmək lazımdır. Əzan verilməmişdən öncə bir müsəlman dəst namazını almalıdır, səliqə səhmanla, fiqhi qayda qanununa əməl edərək. Ondan sonra ən gözəl geyimlərini geyinməlidir, ən gözəl ətirlərini vurmalıdır, saç-saqqalını daramalıdır, ən gözəl formada səccadəsini, canamazını salmalı, möhrünü qarşısına qoymalı, dizi üstə oturub, əlləri dizinin üstündə əzanı gözləməlidir. Əzan verildikdən sonra, əgər vaxtı varsa, bacarığı, gücü varsa, hövsələsi varsa, nafilələri yerinə yetirməlidir. Məsələn, zöhr namazından öncə 8 rükət zöhrün nafiləsi var, əsrdən öncə 8 rükət əsrin nafiləsi var. Bunları yerinə yetirib, sonra vacib namazları qılmalı. Namaz qılarkən çox diqqətlə bütün fikrini, zikrini Allah Teala'ya yönətməlidir, dediyi sözlərə yönətməlidir. Hər sözü deyəndə həmin sözün nə demək olduğunu başa düşməli. Bunun üçün də namazdan öncə tərcümələrdən onu oxuyub öyrənməlidir, təfsirlərdən əldə etməlidir. Çətindir. Namazın axırına qədər bütün fikrini insanın bir yerə diqqətini cəm eləməsi çətindir. Təkcə namaza aid deyil. Ümumiyyətlə bizim bir neçə dəqiqə ki, heç, hətta bir neçə saniyə diqqətimizi bir yerə yönətməyimiz çətindir. Nəinki bizim, hətta Hindistandakı yoga ilə məşğul olan insanların ən şiddətli məşqlərindən biri uzun müddət bir yerə diqqətlə baxmaq və ya diqqəti bir yerə yönəltməkdən ibarətdir. İnsanın beyni xəllaqdır, yaradıcıdır, ətrafa qaçmağa çalışır. Bu beyni bir 4 rükətli namaz miqdarında bir yerə cəmləmək çətindir. Amma əgər insan istəsə və bütün əzmkarlığını, iradəsini bu yolda sərf eləsə, təbii ki, Allah Teala insana kömək eləyər. Biri zahiri işləri riayət eləməkdir namazda. İkincisi, namazdan namaza qədər olan vaxt ərzində, sübh namazından zöhrə qədər olan vaxt ərzində, ya əsr namazından şama qədər olan vaxt ərzində, ya xüftən namazından, işa namazından sübhə qədər olan vaxt ərzində ehtiyatlı olmaqdır. Alimlər buyururlar, əgər hər hansı bir şəxsin həyatında, gündəlik həyat ərzində bircə dənə günah olacaqsa, həmin günah namazda mütləq özünü göstərəcək. İmam Zeynalabdin Əleyhisselam bir dəfə buyurdu ki, namazın yalnız o hissəsi qəbuldur ki, diqqətiniz Allahdadır. Səhabələr soruşdular ki, Yəbnə Rəsulillah, onda bizim namazlarımız getdi. İmam buyurdu ki, yox, nafilələrlə onu bərpa edə bilərsiniz. Namazın daxilində mümkün qədər diqqətli olun. Diqqətiniz yayındığı yerləri həmin o nafilələr bərpa edər. Allah namazlarınızı qəbul etsin.